Qoz mürəbbəsinin hazırlanma qaydası belədir. Bu qozları soyuruq əvvəlcə, suya tökürük. Soyub belə suya qoyuruq. Bu 7 gün bunun suyunu dəyişdiririk. Suyunu dəyişdirəndən sonra acı suyu qurtarandan sonra onu gecəykən qoyuruq əhəngə. Əhəngə qoyuruq, səhərə kimi qalır. Səhər onu əhəngdən çıxardıb, qəşəng suya çəkirik. Bir buğum qaynayan suyun içinə tökürük. Bir az, bir də bir buğum qaynayan kimi keçirdirik. Çıxardıb süzürük və deşdəkləyirik. Demək, əhəngdən sonra suya töküb qaynadandan sonra süzürük. Qoz olur bu şəkildə. Sonra bunu beləcə deşdəkləyirik. Bunu deşdəkləyib, sonra qaynaya suyun içərisinə zəy tökürük və bunu da onun içərisinə əlavə edirik. Bir xeyli qaynayır, zəy həm bunu bərkidir, həm də ki içinin bütün bu deşiklərindən acı suyunu çıxardır. Bu zəydən sonra da süzürük. Süzəndən sonra təzədən yenə də qaynanmış suya tökürük. Bunu 2 dəfə belə proses davam eləyir. 2 dəfə də qaynadıb tökəndən sonra 3-cü dəfə yarım kilo pesoqla bir dəfə də qaynadıb tökürük. Tökəndən sonra şirə qayırıb şirənin içinə tökürük qozlarımızı. Bu indi bizim şirəmizdir. Əgər bizim qozlarımız belədirsə də buna 2 kilo, 100 dənəyə 2 kilo pesoq gedir. Əgər qozlarımız da belə xırda-xırdadırsa da, bu irilikdədirsə də buna kilo yarım pesoq gedir. Belə şirə qayırırıq və bunu şirənin içərisinə tökürük. Keçid qoy tökürük. Şirə çıx. Şirəni içinə tökürük. Bu 1-2 buğum qaynayır. 1-2 buğum qaynayandan sonra içərisinə limonunu əlavə edirik. Limonunu belə doğranmış, sonra 1-2 buğum qaynasın, sonra bunun limonunu əlavə edəcəyik və bir də mixək. Tam vermək üçün gözəl tam verir mixək. Mixəyini tökəcəyik. Sonra da ki şirəsi mətləşəndə qaynar bunu bankalara yığırıq ki bu nə xarlamasın, nə qışqırmasın. Ağzını bağlayırıq, qoyuruq, qışa qalır.